Salam hörmətli izləyicilər, bu videomda mən sizlərə müxtəlif dövrlərdə SSR-nin rəhbəri olmuş şəxslərin maaşları barədə məlumat verəcəyəm. Bildiyiniz kimi SSR-də ilk rəhbər Vladimir İliç Lenin olmuşdur. Lenin o dövrdə əmək haqqısı, maaşı 500 rubl olmuşdur. Lakin 500 rubl olduğuna baxmayaraq Leninin əlavə qazancları da vardı. Çünki o əsərlər, kitablar, məqalələr yazırdı və həmin məqalələrdən, kitablardan pullar qazanırdı və eyni zamanda Lenin həm də bir neçə təşkilatın üzvü olduğu üçün həmin təşkilatlardan da ona pul verilirdi. Hələ Sovet İttifaqının rəhbəri olmayan vaxtda 1919-cu ilin sentyabr ayında Vladimir İliç Lenin özünün illik hesabatında onun bir ildə qazandığı məbləğin 27.049 rubl olduğunu göstərmişdir. İkinci hakimiyyətə gələn Lenindən sonra bildiyiniz kimi Yosif Vissarionoviç Stalin olmuşdur. Stalinin ilkin dövrlərdə, yəni 20-ci illərdə əmək haqqısı 225 rubl olmuş, sonradan artırılaraq 500 rubl və getdikcə artırılaraq 1200 rubl olmuşdur. Nəhayət müharibədən sonra Stalin öz əmək haqqısını qaldıraraq 10.000 rubla çatdırmışdır. Stalindən sonra bildiyiniz kimi hakimiyyətə Nikita Xruşov gəlmişdir. Nikita Xruşovun dövründə isə ölkədə aparılan islahatlar nəticəsində onun deməli əmək haqqısı, maaşı 800 rubl təyin olundu. Xruşovdan sonra hakimiyyətə gələn Brejnev həmin 800 rublu əmək haqqı kimi, maaşı kimi saxladı, bir müddət saxladı. Onun da deməli qazancları var idi, əlavə o da kitablar yazırdı, Dirçəliş, Xam Torpaq, Kiçik Torpaq adlı əsərləri vardı. Həmin əsərlərdən də o pul qazanırdı və 15 milyon nüsxə ilə həmin əsərlər dərc olunurdu. Lakin Brejnev də getdikcə öz əmək haqqısını artırdı. Artıq 1978-ci ildə deməli onun əmək haqqısı 1500 rubla çatmışdı. Brejnevdən sonra hakimiyyətə gələn Andropov isə həmin 800 rublu ədalətli olaraq saxladı. Lakin Andropovun da deməli təxminən ayda 12.000 deməli qonorardan pul qazanırdı. O da kitablar yazırdı, məqalələr yazırdı. Andropovdan sonra hakimiyyətə gələn Çernenko da belə elədi, 800 rubl məbləğində əmək haqqı alırdı və o da müəyyən yazdığı məqalələrdən pul qazanırdı. Çernenkodan sonra hakimiyyətə gələn Mikhail Sergeyev Qarbaçovun isə əmək haqqısını qaldıraraq 3000 rubla çatdırdı və onu da nəzərinizə çatdırım ki, 1990-cı ildə Nobel mükafatına layiq görüldü və həmin mükafatın məbləği $1 milyon idi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.